Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, ekranda gördüyünüz suallar dünən, yəni 30 noyabr 2025-ci ildə Hədəf Hazırlıq kurslarının təşkil elədiyi blok imtahanının suallarıdır. Suallar 11-ci siniflər üçün nəzərdə tutulub, suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. İlk öncə suallar barədə öz fikirlərimi sizlə bölüşmək istəyirəm. Suallar çox primitiv təşkil olunub, əksəriyyəti deklarativ biliyə həsr olunub. Yəni bu sualların içərisində düşündürücü, məntiqi sualların faizi çox aşağıdır. Beləliklə, yəni bir 11-ci siniflər üçün 4-cü qrupa gedən və 11-ci siniflər üçün bu çox zəif təşkil olunmuş bir sınaqdır. Biologiya suallarından söhbət gedir. Kimya və fizika sualları barədə məlumatım yoxdur. Gəlin suallara baxaq, özünüz də görəcəksiniz ki, mən nə üçün bu fikirdəyəm. Sualların içərisində məntiqi suallar, sxem, diaqram və yaxud da ki, bir məntiqi bir cədvəl, heç bir şey yoxdur. Hamısı deklarativ bilikdir, hamısı əzbərə dayanan suallardır. Sualların müəllifini tanımıram, ümid eləyirəm ki, gələcək suallarda gələcək blok imtahanının sualları daha təkmilləşdirilmiş və daha gözəl məntiqi suallarla zənginləşdirilmiş olar. Gəlin suallara keçək. 31-ci sual, ilk öncə qeyd edeyim ki, sual kitabçasından götürülüb bu suallar. Ola bilsin ki, keyfiyyət bir qədər aşağı olsun. Bu səbəbdən də siz bizi üzürlü hesab eləyərsiniz. Abituriyentin sual kitabçasıdır. Mikroorqanizmlərin seleksiyası zamanı alınan orqanizmlərin cəmi nə adlanır? Məntiqi 0, 0-a bərabər bir sualdır. Məntiqi cəhətdən uşaq heç nə fikirləşmir. Əzbərə dayanan bir sualdır və əgər mikroorqanizmlərin seleksiyası ilə məşğuldursa, nə alacaq? Ştam alacaq. Miçurin hansı bitkilərin çarpazlaşdırmaqla Miçurin qış beresi armud sortunu almışdır? Yenə də qış beresi armud sortunu almaq üçün yabanı Ussuriya armudu ilə Beri Royal armudunu çarpazlaşdırmaq lazımdır. A bəndidir, yenə əzbərə dayanan sualdır, amma digər bəndlərə baxaq. Beri Royalı ilə Kitayka alma sortunu, yəni biologiyanın xəbəri olmayan bir uşaq oturub bu testi yazsa, bilər ki, armud sortunu almaq üçün alma və armud sortunu çarpazlaşdırmaq lazım deyil. Sarı bölfler ilə Beri Royal armudunu çarpazlaşdırmaq, Kitayka ilə Kitayka alma sortudur, yabanı Ussuriya armudunu, Kitayka ilə bölfler Kitaykanı çarpazlaşdırmaq. Yenə deyirəm, əzbərə dayanan bir sualdır. Burada məntiqi cəhətdən düşünüb nəsə tapmağa ehtiyac yoxdur. Süni seçmənin formalarının verildiyi bənd hansıdır? Süni seçmənin formalarının verildiyi, deməli, hərəkət verici və stabilləşdirici. Bu, təbii seçmənin formalarıdır. Yaxın qohum və qohum olmayan. Bu çarpazlaşdırılmanın növləridir. Konvergensiya, divergensiya növlərin ayrılması və oxşarlığı ilə əlaqədardır. Fərdi və kütləvi seçmək isə götürə bilərik. Sonraki sual 34-də göstərilən hansı uzaq hibridləşmə nəticəsində alınmamışdır? Tamamən deklarativ biliyə əsaslanan bir sualdır. Arxar merinos, bəli. Qatır, bəli. Bester, bəli. Tritikali, bəli. Amma Arlov Rus atı bu növdaxili çarpazlaşdırılmadan alınmışdır. Heyvanların əhliləşdirilməsi təbii seçmənin hansı formasının təsirinin azaldılmasına səbəb olur? Kitabda yazılan bir cümlədir, əzbərə dayanan bir sualdır. Deməli, heyvanları əhliləşdirmək stabilləşdirici seçmənin təsirini zəiflədir. Və burada abituriyent də stabilləşdirici seçimi olaraq doğru götürmüşdür. Aşağıda qeyd olunan bitkilərdən hansı Azərbaycanın daxil olduğu müxtəliflik və mənşə mərkəzinə aiddir? İlk öncə bilməliyik ki, Azərbaycan Cənub-Qərbi Asiya mərkəzinə aiddir və Azərbaycana, yəni Cənub-Qərbi Asiya mərkəzinə aiddir. Baxaq, cavalı yox. Üzüm, bəli, üzüm götürə bilərsiniz. Düyü Cənubi Asiya tropik mərkəzidir. Kələm Aralıq dənizi mərkəzidir. Kartof isə deməli Mərkəzi Amerika mərkəzinə aiddir. Burada cavab olaraq biz B bəndini götürürük. Növdaxili mübarizənin əsas forması.
Gəlin baxaq, heyvanlar bir növə daxildirsə, onlar arasında hansı münasibət ola bilər? Yırtıcılıq? Yox. Eyni növdən olan heyvanlar bir-birlərini yemir. Nə vaxt yeyər? Kannibalizm olanda yeyər. Simbiyoz? Xeyr. Bir növ digər növlə simbiyoz əmələ gətirər. Parazitizm, yenə deyirəm, parazit heyvanlar belə digər növ heyvanlarla parazitlik eləyir. Bir növün digər növ üzərində bir tərəfli istifadəsi? Xeyr. Amma onlar arasında ya qida uğrunda, ya ərazi uğrunda, ya da dişilər uğrunda daim rəqabət baş verəcək. Növbəti suala baxaq. Göstərilən terminlərdən hansı həyat şəraitinin dəyişməsi zamanı növün daxilində əlamətlərin ayrılması prosesini göstərir? Bir növ daxilində əlamətlərin ayrılmasını istəyirsə, divergensiya terminindən istifadə edəcəyik. Genlərin çoxşəkilli təsiri zamanı barmaqları arasında pərdə olan göyərçinlərdə, yenə kitabda olan hazır cümlələr əsasında təşkil olunmuş bir sualdır. Barmaqları arasında üzmə pərdəsi olan göyərçində ayaqlarında lələk olar. Təbii seçmə nəyin nəticəsidir? Çox məntiqi və çox ağır bir sual oldu. Bunu heç kim tapa bilməz yəqin. Təbii seçmə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Təbii seçmə nəticəsində növ əmələ gəlmə hansı ardıcıllıqla baş verir? 30-41-ci sualda növ əmələ gəlmək istəyirsə, kiçik sistematik kateqoriyadan növə doğru getməlidir. Populyasiya, yarım növ və növ olaraq götürməliyik. Aşağıdakılardan hansı tənəzzüldə olan növlərə aiddir? Yəni zəifdir, tənəzzüldədir, ölüb getmək üzrədir. Dovşanlar, saf qurtlar, siçovullar inkişafdadır, siçanlar da məhv olmaq üzrə olan bizonlardır. Delfin və akulanın xarici görünüşünə görə oxşar olmasını nə ilə izah eləmək olar? Delfin və akulalar ayrı-ayrı heyvanlar qrupuna aid olsa da, oxşarlıq olmasa da, onların mühiti oxşar olduğuna görə onların bədən forması oxşardır. Oxşar yaşayış şəraiti yaxud konvergensiya deyə bilərsiniz. Carl Linney hansı sistematik vahidləri qruplaşdırmışdır? Bir dənə burada xət çəkilib onu silək. Davam eləyək. Carl Linney orqanizmləri hansı sistematik kateqoriyada qruplaşdırıb? Növ, cins, dəstə və sinif sistematik kateqoriyalarını Carl Linney elmə gətirmişdir. Növbəti suala keçək. Əkiz növlər haqqında deyilənlərdən hansı doğrudur? Əkiz növlər xarici görünüşünə görə bir-birinə oxşasa da, onların xromosom sayları fərqli idi. Biri 38, biri 42 xromosomlu. Morfoloji cəhətdən oxşar olsalar da, genetik cəhətdən müxtəlifdirlər. Populyasiyalarının sayının azalması, arealın kiçilməsi, növün azalması hansı səciyyəvi xüsusiyyətdir? Verilənlərin hamısı tənəzzülü işarə eləyir. Qızıl sarmaşığın gövdəsində sormaçların əmələ gəlməsi nə ilə əlaqədərdir? Əgər sualda, yəni yeganə məntiqi sual varsa, bəlkə də budur. Əgər demək, qızıl sarmaşıqda kökün və yarpaqların olmamasını göstərsəydi, mən degenerasiya götürərdim. Lakin gövdədə sormaçların əmələ gəlməsi bu həyat şəraitinə uyğunlaşma ilə əlaqədərdir və mən bunu idiotaptasiya götürürəm. Aşağıdakı heyvanlardan hansının əmələ gəlməsi mikrotəkamülün nəticəsi olmuşdur? Baxaq, kiçik sistematik vahid götürməliyəm. Tipdir, dəstədir, sinifdir, məməlilər də sinifdir. Deməli, mikrotəkamül nəticəsində yarım növ əmələ gələr, populyasiya əmələ gələr. İri arı quşu, bax bunlar isə nədir? İri arı quşu bir növ olaraq göstərilir. Deməli, mikrotəkamüldən də arı quşu əmələ gələcək. Bioloji tərəqqi nə ilə xarakterizə olunur? Tərəqqi deyirəmsə, növlər artmalıdır, çoxalmalıdır, böyük ərazini əhatə eləməlidir. Deməli, baxaq görək, dediyim harda yazılır, fərdlərin azalması, bəli, D bəndində növlərin sayının artması, arealın genişlənməsi, fərdlərin sayının artması göstərilir. Atın filogenetik sırasında hansı olmamışdır ya da hansı doğru deyil? Qısa ayaqdan uzun ayağa bəli. Zəif omadan möhkəm omaya keçid doğrudur. Barmaqların say çoxluğu və aza doğru gəlməsi baş verib. Sırayışlı hərəkətdən sürətli hərəkətə keçid olub, amma büküşlü dişlərdən qabarıq dişlərə olmayıb. Qabarıq dişlərdən büküşlü dişlərə keçid olub, orada tərs göstərilib. Gəlin baxaq.
Növbəti sual. Müasir təsəvvürlərə görə həyatın əmələ gəlməsinin hansı pilləsində mutasiyalar meydana çıxmışdır? Mutasiyaların əmələ gəlməsi üçün xromosom olmalıdır, nüvə olmalıdır, hüceyrə strukturları olmalıdır, DNT olmalıdır. Ona görə də həyatın əmələ gəlməsinin birinci pilləsində qeyri-üzvü maddələrdən üzvü maddələr əmələ gəlir. İkinci mərhələsində bu üzvü maddələr qatılaşır. Üçüncü mərhələsində artıq özü-özünü törətmə qabiliyyəti yaranır. Çox güman ki, özü-özünü törətmə qabiliyyəti elə xromosomlar mövcud olub, hüceyrə strukturları mövcud olub ki, 3 mərhələsini götürə bilərik. Panspermiya fərziyyəsinin yaradıcıları Richter, Arrhenius, Vernadski. Bax, bunlar panspermiya nəzəriyyəsinin tərəfdarlarını Richter olaraq götürə bilərik. Sonra poliploidi əmələ gətirən bir bitkinin somatik hüceyrəsinin anafaza mərhələsində, somatik hüceyrəsinin anafaza mərhələsində dediyinə görə 4n bərabərdir 60. Bu birinci bitkidir. Deməli, bunun eni 15-ə bərabərdir. İkinci bitkinin yönəlci cisimciklərində, yönəlci cisimciklər 3 yönəlci cisimcik var və 3 yönəlci cisimciklərdə 60 dənə xromatid var. Deməli, 3 bölərsiniz 60-a, bunun da eni bərabərdir 20 olar. Və deyir ki, poliploid formaların alınmasında xromosom sayını tapın. Poliploid forma al və onun xromosom sayını hesabla. 15 ilə deməli 20-ni toplayaram, olar 35. Və poliploid forma almaq istəyirəmsə 2-yə vuraram, olar 70. Cavab 70. DNT zəncirində zülal haqqında məlumatı, zəncirində sözünə fikir verək. Məlumatı saxlayan genin kütləsi 900.000 atom kütlə vahidinə bərabərdir. 900.000 atom kütlə vahidinə bərabərdirsə, mən bir 300-ə bölüm bunu. Öncə lövhəni təmizləyək ki, DNT məsələsini yazaq. Mən 900.000-i bir nukleotidin kütləsinə bölürəm. Yəni 300-ə bölürəm. 90.000-dir deyəsən. 90.000-i, sıfırın biri artıqdır. %300-ə bölürəm. Və cavab düşür 300. Bax, bu bir zəncirimdə olan nukleotidlərdir. Molekul tapmaq istəyirəmsə, DNT molekulunu tapmaq istəyirəmsə 2-yə vuraram. Deməli, mənim DNT molekulumda 600 nukleotidim var. Lakin məndən nukleotidləri soruşmur. Məndən soruşur ki, bu nukleotidlərdəki karbohidrat və azotlu əsasların sayını, ona görə də 600-ün üstünə bir 600 də gələrəm. Çünki eyni nukleotiddə həm karbohidrat, həm də azotlu əsas var, olar 1200. Energetik mübadilənin 3-cü mərhələsində proton kanalından 36 dənə hidrogen protonu keçmişdir. İstilik şəklində ayrılan enerjinin miqdarını hesablayın. Beləliklə, öncə lövhəni səliqəyə salaq, sonra isə biz bu məsələyə baxaq. 55-ci məsələyə baxırıq. Energetik mübadilənin 3-cü mərhələsində tənasübümüz belə idi ki, 24 dənə hidrogen o proton kanalından keçərsə, istilik şəklində ayrılan 1100, deməli 60 kilojoule idi. Hazır rəqəmlərdir, yəni heç bir şey düşünməyə ehtiyac yoxdur. İndi məsələnin şərtində 36 dənə hidrogen keçərsə, x bərabərdir. 36-nı vuraram 1160-a, bölərəm, deməli 24-ə, cavab 1740 kilojoule. Növbəti suallara baxaq. Canlı qazıntılara aid olanları seçin. Canlı qazıntı uzun illər dəyişməyənlərdir, hatteriyadır və ginkonu götürmək olar. 1-4 doğru cavabdır. Uyğunluğu müəyyən eləyin 57-ci sualda. Deməli, payızlıq buğda sortunu Lukyanenko Remeslo C bəndini doğru verib. Qarğıdalı sortlarını, deməli, Xaçinov D bəndini götürməlidir. C, burada D. Günəbaxan sortunu isə
Pustavoid olmalıdır. Pustavoid də Y bəndi olaraq götürülür. Beləliklə, hər bir bölməyə bir alim uyğunlaşdırdıq. Üç cüt əlamətə görə heterozigot fərd verilibdir. Yazaq, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Üç cüt əlamətə görə resessiv qametlərin alınma ehtimalını hesablayın. Alınma ehtimalını resessiv qametlərin hesablayaq. 2-də 1, 2-də 1, yenə 2-də 1. Buradan resessiv qametlərin alınma ehtimalı 8-də 1-ə bərabərdir. Və verilən fərdlərin bütün əlamətləri üzrə resessiv olan fərdlə çarpazlaşdır. Pennet cədvəli tərtib ilə neçə kombinasiya yarandığını göstər. Baxaq, üç cüt əlamətinə görə fərqlənən valideyn formasını resessiv əlamətli fərdlə çarpazlaşdır və Pennet cədvəli qur deyir. Gəlin baxaq, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-ni kiçik A-lar, kiçik B-lər, kiçik C-lərlə çarpazlaşdıraram. Və mən burada 8 qamet alaram. 8 qamet aldığım şəraitə, bax burada 8 qametdir, burada isə 1 qamet alaram. Pennet cədvəli əlbəttə qurmaq olar. Amma burada kombinasiya sayı 8-ə bərabər olacaq. Məndən də deyir ki, kombinasiya saylarını göstər. Beləliklə, o birisi suala keçək. Verilən fərddə genlərin ilişikli olduğu halda, yaxşı, genlər ilişikli olsun. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C və kiçik C. İlişikli olduğu halda göstərin. Bu zaman alınan qametləri yazın gen mübadiləsi baş vermədiyi zaman. Deməli, crossover olmayıb, genlər də ilişikli olub. Nə yaranar? Böyük A, böyük B, böyük C, kiçik A, kiçik B, kiçik C. Beləliklə, biz hədəfin 11-ci siniflər üçün olan suallarına baxdıq. Siz də mənimlə razısınız ki, bu sualların səviyyəsi qat-qat aşağıdır və bu səviyyədə suallarla hazırlaşan heç bir abituriyent həkimlik üzrə hazırlaşmış sayılmaz. Məntiqi suallar çox olmalıdır. Təfəkkürə əsaslanan, cədvəllərə əsaslanan, diaqramlara əsaslanan suallar çox olmalıdır. Bu isə səviyyəsi çox-çox aşağı olan bir sualdan təşkil olunmuş sınaq. Və buna sınaq da demək olmaz, mən buna sual-cavab deyərdim. İnşallah növbəti sınaqlarda daha yüksək səviyyəli suallar görmək ümidi ilə. Sağ olun.